əqrəbdən nə deyərdi? Mənə görə zodiakın ən təhlükəli bürclərindən biri əqrəbdir. Siz bilirsiniz, mənim bütün paylaşımlarım... Amma ən gözəl insanları da əqrəbdir. Əqrəbdir. Mənim bütün paylaşımlarım çox əqrəbdir. Mənə sual verirlər ki, niyə ən çox əqrəbdən paylaşırsan? Yəni, bu sualı mən aydınlıq gətirim burada. Əqrəb çox möhtəşəm bir bürcdür. Amma əqrəb bürcündə olan insanlarla ümumiyyətlə hər zaman ehtiyatlı olmaq lazımdır. Gücünün keçmədiyi yerdə maddiyyatı keçir. Sən bilirəm bunun üstə. Yəni, əqrəbin əldə edə bilməyəcəyi bir şey yoxdur. Necə? Əqrəblər dəhşətli dərəcədə fikir vermir, unsurlar arasında ən oliqarx bir unsur sayılır. Maddi baxımından astrologiyada ən oliqarx bir unsur əqrəb sayılır. Əqrəbin bəyləri düşünmədən pulu xərcləyən və dağıdan insanlar da var. Düşünmədən. Və onlarda da nəysə elə bir enerji var ki, yenə də gəlir. Amma qadınları necə də əqrəb bürcündə olan insanların ən güclü jest etməyə bacaran insanlar da var. Yəni, çox gözəl dostlardılar. Misal üçün, mənim ən yaxın dostum bacım kimi əqrəb bürcündəndir və o qədər fədakardılar ki, o qədər güvənirəm ki, misal üçün, nə olsa bilirəm ki, güvənə bilərəm, rahat. Arxin ola bilərsiniz. Əqrəbin mən nə xüsusiyyətini sevirəm? Əqrəb çox sir saxlayan bir insandır, unsurdur. Əqrəbə bir sirri ver, səndən düşman da olsa sənə onu kimisə sizin tərəfinizi verməz və yaxud da sizə zərbə də vurmaz. Amma əqrəb bürcündə olan insanlarla mən həmişə deyirəm, münasibət quranda ehtiyatınızı gözləyin. Nə səbəbə? Məsələn, tutalım, xoşun gəldi, həyatıma saldın, bir müddətdən sonra sən onun hissəyin öldü. Düşünmədiyin anda elə bir zərbə vurar ki, yəni o zərbədən sonra sən artıq ikinci dəfə həyata qarşı sevgin itir. Ən xoşbəxt günündə sən elə bir zərbə vurar ki, o əqrəb bürcü, sən yəni heç vaxt onu görə bilməzsən də. Əqrəb hər zaman ikili düşüncədə olan insandır. Üzü nə qədər gülür gülsün, nə qədər sədaqətli olur olsun, bir o qədər də ehtiyat edir səndən. Və əqrəb bürcündə olan insanlar tez ünsiyyət qurursa, o insanı çox istəyir. Amma birinə gec ünsiyyət qurursa, o insandan ehtiyatını gözləyir. Kolay-kolay yəni yaxına buraxan adam deyil. Və əqrəb bürcündə olan insanlara fikir vermişsiniz, nəyə görə ən çox qara geyimi seçirlər? Fikir vermişsiniz, əqrəblər ən çox qara geyinir. Bu nəyə görə? Əqrəb, belə bir söz deyim, o karikatura baxımından zəhər gedir də. Əqrəblərin ən güclü enerji mənbəyi qaradır. Həm insanı manipulyasiya edə bilir, həm də onlarda çəkici bir şarm var. Ola bilərmi iç dünya, daxili dünyanı təsvir edirlər? Əqrəb bürcündə olan insanların ümumiyyətlə elə bir daxili dünyası var ki, yəni ondan mən başa aça bilmirəm. Tam səmimi deyim sizə. Məsələn, məndə bizdə əmi əqrəbdir. Çox gözəl bir xarakterikası var. Amma bir anda elə bir